Sen de indi büyük bir sənətkarsan, Niyaməddin, çox belə xüsusi bir, başqalarına bənzəməyən, özünə məxsus sən başqalarına bənzəməyən. Bilirsiniz, o vaxtlar mən burada işləyəndə, indi bəzi, gecikmirsiniz ki, biz sözlərdə. Yok, buyurun. Mənim işim var, amma sizin işiniz yox. Mənə işe gedəcək. O vaxtlar mən burada işləyəndə, bu Niyaməddin təzə çıxmışdı meydana. Bu rəhmətli Niyazi da bu filarmoniyanın direktoruydu. Gəlib şikayət edirlər, bu kompozitorlar bilərlər yəqin, yadından. Ki, bu Niyazi götürüb bu filarmoniyanı verib bu Niyaməddinin əlinə, Niyaməddin elə gündə gəlir oxuyur, başqalarını qoymurlar, falan nəmirlər. Mən də bu mahnıların zadını eşitmişdim, bilirdim ki, yaxşı oxuyur, yaxşı oxuyur. Bir gün Niyazi mənim yanıma gələndə deyim, Niyazi, səndən şikayət edirlər ki, bəs belə falan demişməyəm. Deyir, onlar bilmirlər. Bu deyir, çox böyük bir sənətkardır, çox gözəl səsi var. Necə bir, mən deyir, sizə dirijor kimi, necə bir bəstəkar kimi deyirəm. Bunlar bilmir. Dedim, doğru deyirsən, mən də belə fikirdəyəm. O vaxtlar bunu sıxışdırırdılar, ona görə də ad vermirlər. Bunun bir adı var, o da Naxçıvan Muxtar Respublikasının əməklər. Naxçıvan Muxtar. İndi əgər bu işlər düzəlsə, bu yazıçılar zatlar bizə razılıq versələr ki, bu adlar verilsin. Əvvəlcədən sənə deyirəm, sənə Azərbaycan xalq artisti adı verəcəyim.